Müsahibimiz Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirlidir. Salam Elsun müəllim, xoş gördük. Salam, xoş gördük. İlk əvvəlcə mən də öz növbəmdə əziz izləyicilərimizi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından salamlayıram. Elsun müəllim, istəyərdim ki, daha detallı qanunvericilikdə dəyişilən bu qanunla bağlı ilə sizdən eşidək. Bu qanun hansı mərhələlərə artıq keçid dövrü kimi qiymətləndirilə bilər? Nəzərə salsaq ki, rəqəmsallaşma dünyasında sosial şəbəkələr bizim sosial həyatımızın artıq fəal bir hissəsindən çevrilib, ayrılmaz bir hissəsindən çevrilib. Biz onun bizə təqdim etdiyi imkanlardan yararlanmaqla yanaşı, eyni zamanda risk və təhlükələrlə də özümüzü qorumağı bacarmalıyıq. Bu baxımdan uşaqlar həssas yanaşma, onların təhlükəsizliyi daha diqqətli yanaşma tələb etdiyi üçün xüsusən uşaqların sosial şəbəkənin istifadəsində də təhlükəsizliyin təmin olunması xüsusi bir yanaşma tələb edir. Nəzərə alsaq ki, bununla bağlı ölkəmizdə uşaqların ümumiyyətlə informasiyadan düzgün istifadə etmələri, eyni zamanda zərərli informasiyanın qorunmaları ilə bağlı qanunvericilik sistemimizdə yetərli qədər normativ aktlar vardır, hansı ki bunlar cari dövrün tərəflərinə və müasir dövrün çağrışlarına olaraq təşkilləşdirilir. Xüsusən nəzərə çatdırım ki, 30 iyun tarixli Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasının gündəlinə salınan məsələlərdən biri də məhz uşaqların zərərli informasiyanın qorunması haqqında Azərbaycan Respublikası qanunu dərk edilməsi ilə bağlı idi, hansı ki səsə qoyularaq qəbul olunmuşdur müvafiq qanun layihəsi. Burada əsas məqsəd nəyə nəzərdə tutur? 16 yaşına qədər uşaqların özləri üçün fərdi rəqəmsal hesabların yaradılması, məhdudlaşdırılması, 16-18 yaş arasında olan uşaqlar üçün isə özlərinə aid fərdi hesabların yaradılması zamanı xüsusi təsdiqləmə mexanizmləri olan bir mərhələdən keçmələri, eyni zamanda burada valideynləri və digər qanun nümayəndələrinin razılığı ilə əlaqədar təsdiqləmə parametrlərinin tətbiq olunması ilə bağlı idi. Nəzərə alsaq ki, ümumiyyətlə uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirdən qorunması ilə bağlı məhz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı qəbul olunub, imzalanmışdır. Belə ki, burada əsas məsələ uşaqların ümumiyyətlə sosial platformalardan təhlükəsiz istifadəsi, sosial platformaların fəaliyyətinin normativ hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarətinin tətbiqi, eyni zamanda uşaqların istifadə etdiyi informasiyaların məzmununa görə seçilənməsi, habelə qeydiyyatdan keçən zaman yaş məhdudiyyətinin tətbiq olunması məsələlər öz əksini tapmışdır. Bununla bağlı Aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetindən müvafiq belə desək, layihələrin hazırlanıb Azərbaycan Respublikası Prezidentinə təqdim olunması tapşırılmışdı. Bütün bunların tətbiqində əsas məsələ məhz həssas müdafiə tələb edən uşaqlarımızın sosial şəbəkələrdən daha təhlükəsiz istifadəsi, onların ehtimal olunan risklərdən qorunması, eyni zamanda onların mənəviyyatına, sosial və psixoloji inkişafına mənfi təsir edəcək informasiyanın qorunması məqsədini daşıyır. Burada əsas məsələ hər hansısa bir hüquq və azadlıqların məhdudlaşdırılması nəzərdə tutmur. Bunun özü bir növ qanunlarımızın hər biri, belə desək, mahiyyət etibarilə müdafiə mexanizmini təqdim edir. Yəni, uşaqların zərərli informasiyanın qorunması haqqında özünüz qanun olsun, digər tənzimləyici normativ aktlar olsun, hansı ki, buradakı qadağaların tətbiqi onların müdafiə mexanizmini təqdim edən bir sistemi bizə təqdim edir. Nəzərə alsaq ki, ölkə Prezidenti Cənab İlham Əliyevin diqqətlə uşaq hüquqlarının qorunmasını təmin edən normativ aktlar daim təkmilləşdirilir. Qeyd etdik ki, cari dövrün tərəflərinə uyğun səviyyədə orada yenilənmələr aparılır. Məhz Azərbaycan Respublikasının artıq uşaq hüquqları haqqında yeni qanunu qəbul olunmuşdur. 8 fəsil 63 maddədən ibarət olan uşaq hüquqları haqqında Azərbaycan Respublikasının yeni qanunu da məhz belə desək, uşaqların zərərli informasiyanın qorunması ilə bağlı ümumi müddəalar öz əksini tapmışdır. Bəs sizcə 16 yaşadakı olan uşaqlar üçün bu qanun